Bir müddət əvvəl Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevlə Prezidentin Protokol Xidmətinin rəisi Arif Səmədov arasında ciddi qarşıdurma baş vermişdi. Həmin vaxt qarşıdurmanın hansı səbəbdən baş verdiyi gizli saxlanılsa da, bugün məsələni bir qədər öyrənmək imkanımız oldu. Hətta vəziyyət o yerə gəlib çıxıb ki, Samir Nuriyev Arif Səmədovun adını Prezident Administrasiyasının strukturlarından da silib çıxarıb. Əvvəllər Xarici İşlər Nazirliyi sistemində çalışmış, sonralar Prezidentin Protokol Xidmətində fəaliyyətə başlamış Arif Səmədov 3 noyabr 2022-ci ildə İlham Əliyevin sərəncamı ilə həmin xidmətin rəisi vəzifəsinə təyin olunur. Qeyd edim ki, Arif Səmədov ötən ilin aprel ayında dünyasını dəyişmiş əməkdar jurnalist Vasif Səmədovun oğludur. Bir vaxtlar Masallı rayonunda bazar və bir sıra obyektlər üzərində yaranmış qalmaqal məhz bu Səmədovlar ailəsi ilə bağlı idi. Vasif Səmədov öz qardaşı ilə bazar və obyektlərin mülkiyyəti ilə bağlı uzun müddət çəkişmə apardılar. Qardaşı dünyasını dəyişdikdən sonra Vasif Səmədov obyektləri ələ keçirə bildi. Bu, Səmədovlarla bağlı qısa təqdimat idi. Qaydaq Prezident Administrasiyasındakı qalmaqala. Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinə əsasən Prezident Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədi ilə Prezident Administrasiyasını təşkil edir. Yəni, Prezidentin istər mətbuat xidməti, istər protokol xidməti və digər fəaliyyətləri həyata keçirən şöbələr birbaşa Prezident Administrasiyasının strukturuna daxil edilir. Yeri gəlmişkən, hakimiyyət Prezident Administrasiyasının əsasnaməsini heç bir açıq mənbələrə çıxarmır. Təbii olaraq qorxur ki, sənəd ciddi müzakirələrə səbəb olacaq. Qeyd etdiyim kimi, bütün xidmət və şöbələrlə yanaşı, protokol xidməti də uzun illər Prezident Administrasiyasının strukturuna daxil olub və Prezidentin rəsmi saytında bu barədə məlumat öz əksini tapıb. Arif Səmədov protokol xidmətinin rəisi təyin edildikdən sonra bəzi əməkdaşları vəzifələrindən azad etmək və yenilərini təyin etmək üçün administrasiya rəhbəri Samir Nuriyevə təqdimatlar verib. Lakin Samir Nuriyev min bir bəhanə ilə təqdimatlara gah baxmayıb, gah da yola verib. Arif Səmədovun Hikmət Hacıyev kimi prezidentlə birbaşa əlaqə qurduğunu görən Samir Nuriyev güc göstərmək və onu da yerində oturtmaq qərarına gəlib. Hikmət Hacıyevə uduzduqdan sonra Arif Səmədovun üzərinə daha çox gedən Samir Nuriyev bütün məruzələrin ona göndərilməsini tapşırıb. Onu da bildirim ki, ümumiyyətlə Samir Nuriyevin işi məruzələri toplayıb İlham Əliyevə ötürməkdən və sənədlərə formal viza qoymaqdan başqa bir şey deyil. Arif Səmədov əhəmiyyət verməyərək uzun müddət Samir Nuriyevi yola verə bilib. Samir Nuriyevin komandası pusuda duraraq Arif Səmədovun səhvini gözləyiblər. 2024-cü ilin noyabrında COP29 zamanında ciddi protokol qüsurları baş verib və Samir Nuriyev tədbirlər bitdikdən sonra bunu İlham Əliyevə məruz edib. Lakin nəticə olmayıb və Arif Səmədov cəzalandırılmayıb. Çox keçməyib ki, Arif Səmədov İlham Əliyev qarşısında Prezidentin protokol xidmətinin ayrıca bir qurum kimi fəaliyyət göstərməsini, ştat vahidlərinin çoxaldılmasını və bu kimi məsələləri xahiş edib. Təklif qəbul edilib və Samir Nuriyevin protokol xidmətinin fəaliyyətinə müdaxilə etməsi sıfırlanıb. Fakt olaraq, Prezident Administrasiyasının strukturuna da diqqət edə bilərsiniz. Orada nə protokol xidmətinin, nə də Arif Səmədovun adı artıq yoxdur. Prezident Administrasiyasından bildirdilər ki, Prezidentin protokol xidməti Ağşəhər Biznes Mərkəzinin 2 və 3-cü mərtəbəsində yerləşir. Əməkdaşların sayı xeyli sayda artırılıb. Arif Səmədov hətta Prezidentin İşlər İdarəsindən ona təhkim olunmuş 10 PA 507 nömrəli avtomobildən imtina edərək 77 AZ 507 nömrəsi ilə müxtəlif avtomobillərdən istifadə edir. Onu da deyim ki, heç bir məmurda olmadığı kimi Arif Səmədovun bütün avtomobilləri xüsusi bəzədilmiş sayrışan işıqlarla təchiz olunub. Maraq doğuran məsələ Arif Səmədovun heç bir qruplaşmada olmaması və ona belə bir imkanların qısa müddətdə yaradılmasıdır. Daha maraqlısı isə Prezident Administrasiyasının strukturunda belə bir xidmətin
çıxarılması ilə bağlı heç bir rəsmi sənədin olmamasıdır. Dövlət Mühafizə Xidmətinin yaradılması barədə rəsmi sənəd dərc edilmədiyi kimi, protokol xidmətinin də ayrıca bir idarə kimi formalaşdırılmasına dair heç bir rəsmi sənəd yoxdur. Əlimizdə olan fakt isə Prezident Administrasiyasının strukturundan və qəbul günlərindən protokol xidmətinin çıxarılmasıdır. Görünür, Samir Nuriyev Ramiz Mehdiyevdən sonra Bala Ramiz titulunu götürə bilmədi.